2026-cı ilin yanvar-iyul aylarında Muxtar Respublikada ümumdaxili məhsul istehsalı 1 milyard 25 milyon 725 900 manat olub və qeyd edeyim ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 3,1% çoxdur. Bu dövrdə əhalinin hər nəfərinə düşən ümumdaxili məhsulun həcmində də artım qeydə alınıb. Diqqətinizə çatdırım ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 2,8% artaraq 2169,6 manat olmuşdur. İqtisadiyyatın aparıcı istiqamətlərindən biri olan sənaye sektorunda da istehsal göstəriciləri yüksələn dinamika nümayiş etdirib. Müxtəlif sahələri əhatə edən sənaye istehsalında xüsusilə emal sənayesinin payı üstünlük təşkil edib. Cari ilin yanvar-iyul aylarında Muxtar Respublikada 322 milyon 7900 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 3,1% çoxdur. Sənaye məhsulunun 284 milyon 967 min 300 manatı və ya 88,5% malların, 37 milyon 40 min 600 manatı və ya 11,5% isə xidmətlərin payına düşmüşdür. Qeyd edim ki, ümumi sənaye məhsulunun 0,2% mədən çıxarma, 83,2% emal, 15% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Statistik göstəricilər Muxtar Respublikanın xarici iqtisadi əlaqələrinin də davamlı inkişaf etdiyini göstərir. Hesabat dövründə xarici ticarət dövriyyəsində artım müşahidə olunub. Həm ixrac, həm də idxal əməliyyatlarının həcmi yüksəlib. Cari ilin yanvar-iyul aylarında Muxtar Respublikanın xarici ticarət dövriyyəsi 90 milyon 422 min 790 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 7 milyon 511 min 510 dollarını və ya 8,3%-ni ixrac olunmuş məhsulların 82 milyon 911 min 280 dollarını və ya 91,7%-ni isə idxal məhsullarının dəyəri təşkil etmişdir. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 31,1%, o cümlədən idxal 34,9%, ixrac isə 0,1% artmışdır. Hesabatda o da qeyd edilir ki, 2026-cı ilin yanvar-iyul aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 156 milyon 722 min 700 manat investisiya yönəldilmişdi. Bu da bir il öncəki göstəricidən 30,9% çoxdur. İstifadə olunmuş investisiyanın 76 milyon 582 min 800 manatı və ya 48,9% məhsul istehsalı sahələrinə, 20 milyon 107 min 600 manatı və ya 12,8% xidmət sahələrinə, 60 milyon 32 min 300 manatı və ya 38,3% isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əlavə olaraq qeyd edim ki, əsas kapitala yönəldilmiş investisiyaların 127 milyon 535 min 400 manatı və ya 81,4%-i bilavasitə tikinti quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43% çoxdur. Statistik göstəricilər Muxtar Respublikada iqtisadi fəaliyyətin müxtəlif sahələrində artımın davam etdiyini bir daha təsdiq edir. Ümumi daxili məhsul, sənaye və xarici ticarət dövriyyəsindəki dinamika regionun davamlı iqtisadi inkişafını göstərir. Əli Məmmədov, Namiq Abbasov, NTV Xəbər.